Ehtiyacı yox. Ehtiyat yoxdur ki, amma əl verirsən, şiş olun, biz də çağıracaq. Uşaqlara deyiblər ki, sizə bir ay vaxt veririk, bir aydan sonra biz buranı həm sürürük, şumluyuruq. İkinci tərəf payı olan tərəf. O adamlar deyir ki, mən bu yeri vermirəm, satmıram. Əgər bu stadion tamamlanmırsa, mənim üçün niyə cumub gəlirlər hamısı? Nə işləyirlər məndən? Yenə deyirəm, mən bunun hüququ verəcəyəm. Quba rayonunun Kürkün kənd sakinləri uzun illərdir istifadə etdikləri futbol meydançasının satıldığını iddia edirlər. Vətəndaşlar onlara bundan sonra stadiondan istifadə edə bilməyəcəkləri ilə bağlı xəbərdarlıq da edildiyini bildirirlər. Baku TV'nin qaynar xəttinə müraciət edən sakinlər aidiyyatı qurumlardan məsələnin həll olunmasını, stadionun onların istifadəsində qalmasını istəyirlər. Bizim bu stadion illərdir, 60-70 ildir stadion kimi istifadə olunur. Hal-hazırda hansı yollarlasa gidib torpağı alıb sənədini çıxarıblar. Kəntimizin relyefi dağlıq olduğuna görə heç bir yer uyğun gəlmir. Yeganə uyğun olan stadionumuz buradır. Bu məsələ harasa bir aydır qalxıb, gəlib Xaçmazdan regional əmlak idarəsindən buradan işarələr qoyulub, çıxarışını çıxarılıb, sənədini veriblər. Bir aya yaxındır, çıxarış alıb gəlib ki, stadion mənə düşür. 300 nəfərə yaxın sakinimiz var. Elə özümüzdən tut böyüklərdən balaca uşaqlara qədər hamısı burada futbol oynayır. 30 sot əraziyi götürüblər. Yəni 30 sotdakı o öz ərazisindən 7 milyon metrekası yarısına kimi qədər eləyir. Yarısı da digər şəxsə düşüb. Özü burada yaşayır. Yaxın ərazidir, evinin qabağıdır, buradan istifadə eləmək istəyir. Daima bu meydançadan istifadə edirik. Gəlib axşam oynadığımız istirahat mərkəzi kimi deyək də belə bir şey. İndi burada olmadıqdan sonra biz kənd cəmaatı nə ilə məşğul olaq? Yəni heç bir kənddə yaşamağın adı yoxdur. Yonca olan yeri görürsünüz, Yonca yoldan aşağıdan demişlər. Mən bilsəydim stadiondur, mən bu cəmaatla heç vaxt özgür düşməzdim, mənim neyimə lazımdır. Mən razı idim, verirdim ki, xərcimi versin də, verirdim. Sonra ikinci tərəf, tən ortasından bu yanda başqa bir adamındır. O da deyir ki, məni deyir, neçə il deyir, islahat aparandan yerimi deyir, vermirlər ki, sənə yer verəcəm. Verməyib, deyir, mən də vermirəm deyir, yerimi, torpağımdır mənim. Bu yaxınlarda biz o barədə yerli vətəndaşlar müraciət elədi. Biz müraciəti eşidən kimi həmin məsələ əlaqədar yaxından maraqlandıq. Əlaqədar təşkilatlarla reyestr xidmətindən əməkdaşlar gəlib olundu və həmin stadionun əmlak payı kimi, pay torpağı kimi yerli iki vətəndaşın düşdüyü məlum oldu. 96-cı illərdə gedən prosesdir və orada düzgün aparılmayan bölgü nəticəsində həmin stadion ərazisi vətəndaşlara pay torpağı verildi və bu yaxınlarda vətəndaşın biri çıxarış üçün müraciət edən zaman özü də bilmədən görüb ki, həmin onun pay torpağı stadion ərazisinə düşüb. İndi biz çalışırıq ki, həmin vətəndaşlarla danışıqlar aparaq, məsələnin sülh yolu ilə həll olsun. İstəyirik ki, həmin stadion yenə cəmaatın istifadəsində olsun, uşaqlar, gənclər stadiondan istifadə eləsinlər.